insanların orada gördüyü o ideal cinsi münasibətin müddəti, cinsi orqanın həcmi, xanımların belə deyə fantastik görkəmdə olması, sonra bu xanımların oradakı performansları psixologiyanı zədələyirdi. Adam baxır orada, yeniyetmə uşaqdır məsələn. Baxır, qeyri-real təəssürat yaranır. Görür ki, məsələn 1 saat falan adamlar cinsi və bir neçə əlaqədə olurlar və bir neçə 3 dənə xanım gəlir. Adam sabah bir gün gedir, məsələn deyək ki, indi birinci münasibət çox vaxt belə deyim də, bir pul qarşılığında belə bir məkanlar var ki, və yaxud da pul qarşılığında kimdənsə bir fahişə ilə deyək ki, yatırlar və artıq o performansı özündən gözləyir və artıq özü də onu reallaşdıra bilməyəndə travma alır. Qarşı tərəfdə ona bildirir ki, məsələn bu nə idi, sən məsələn tez və masturbasiyaların mənfi cəhəti ondadır ki, bəzi halda gəlir, gözlədiyi kimi olmur və istəmir. Fikirləşir ki, elə öz əlim öz başım hamısından yaxşıdır.